Hanımlar, eğer saçlarınız zayıfdırsa, tökülürsə, saç kıranlar varsa, saçlarınız qurudursa, əsasən də saç ucları qurudursa, mütləq indi paylaşacağım bu maskanı həftədə ən azı bir dəfə etməlisiniz. 2 dəfə etsəz daha gözəl nəticə əldə edəcəksiniz. Və bu maska üçün sizə lazımdır ribena masla aptekdən alırsınız. Gene gerçək yağı və mixək. Yəni adi marketlərdə satılan mixək. Təxminən hardasa bir çay qaşığı mixək öydülmüş, məndə uca hazırdır. Siz belə bir qaba tökürsünüz. Baxın. Və yağları əlavə edirsiniz. Birinci xanımlar, mən gene gerçək yağı əlavə edirəm. Bütün qabı boşaltdım. Sonra isə ribena masla. Ribena masla xanımlar Azərbaycan dilində necə gedir bilmirəm, amma siz aptekə yaxınlaşıb ribena masla desəz, sizə bu yağı verəcəklər və bütün bu yağı, bütün qabı boşaldıram bu qabın içinə və üstünü bağlayıram xanımlar. Qaynar suda təxminən 1 saat saxlayıram. Və xanımlar, bu maskanı qaynar suda 1 saat saxladıqdan sonra indi isə saç diplərimə çəkəcəm. Deməli belə bir şpritz götürürəm və çəkirəm yağı.